Salam, hörmətli dinləyicilər. Mən sizə bugün Səməd Vurğunun Səadət Düşmənləri şeirini şərh etmək istəyirəm. Bu şeir sosial şəbəkələrdə Səməd Vurğunun Hüseyn Cavidi tənqid edən şeiri kimi təqdim olunur. Lakin şeirə diqqətlə baxanda biz bunun tamamilə əksini görürük. Səməd Vurğun Hüseyn Cavidin böyük qəhrəman sənətkar obrazını yarada bilmişdir. Əsər Səadət Düşmənləri adlanır və oxucuları da çaşdıran burada xalq düşməni Hüseyn Cavidə adında bir sərlövhədə belə bir fikir də var. O 37-ci ildə bütün repressiyaya uğramış insanların adlarının qarşısında avtomatik şəkildə xalq düşməni yazılmalı idi və Səməd Vurğun da həmin şeirini redaksiya göndərəndə avtomatik orada belə bir şey yazır. Hüseyn Cavidə itham olunur, ancaq xalq düşməni sözü də orada özünə yer tutmuşdur. Səməd Vurğun postmodernizmin müəyyən əlamətlərindən o dövrdə istifadə eləmişdir. Aydın postmodernizmi ən çox 39-cu ildə Joyce'un Finnegan yası əsərinə əlaqələndirirlər. Lakin bəzi tədqiqatçılar onu qədim dövrlərə də aparıb çıxardırlar. Deməli, Səməd Vurğun həmin dövrdə Mircəlan əsərlərində də postmodernist elementlər özünü göstərir. Səməd Vurğun həmin parçada fraqmentallıqdan danışır, fraqmental parçalar, hissələr verir. Sonra ikili kodlaşmadan geniş istifadə edibdir. Kompozisiyanın dağılması, xarakterlərin pozulması və ya zamanın bir-birinə qarışması kimi postmodernist əlamətlərdən bu şeirdə istifadə eləmişdir və bu da zamanın tələbi ilə irəli gəlirdi. O dövrdə postmodernizm nəzəriyyəsi yox idi. Lakin Səməd Vurğun böyük sənətkar fikirləşirdi ki, xalqla əlaqə yaratmaq üçün hansı priyomlardan istifadə etmək olar və həmin bu priyomu ortaya qoymuşdur. Əsər bir neçə parçadan ibarətdir. Birinci parça xalq cümlətinin vəsfinə həsr olunubdur. Lakin adama elə gəlir ki, bu Sovet hökumətidir. Amma indi mətnə diqqətlə fikir verdikdə hər şey öz əksini tapacaqdır. Bizim yerdə bəzənmişdir günəş yüzlü bir bahar, səadətin bu yerdə yaşamağa haqqı var. Ayılmış insanoğlu səfalət yuxusundan onun böyük gücünə baş əymişdir asiman. Ağ atını sürərək itib getdi qara qış, burada könül möhrəti, çörək dərdi qalmamış. Budur mən seyr edirəm bu dağları, düzləri, şəfəq salır yurduma qurtuluş gündüzləri. Bu tam xalq cümlətindən gedir burada söhbət. Və sonradan ikinci parçada birdən-birə bədmin bir bayatı ilə başlayır və bu bayatı oxuyan kimi hiss edirsən ki, xalq cümləti artıq süquta uğramışdır. Ağlaram ağlar kimi, dərdim var dağlar kimi, xəzan olub töküldüm virana bağlar kimi. Lakin burada bədbin ruhu ola bilməzdi, çünki Sovet hökuməti onu qadağan eləmişdi. Ona görə Səməd Vurğun tez manevr ilə deyir ki, söyləməyir analar indi beşik başında, şair ölüm duymayır onların göz yaşında. Yəni Səməd Vurğun real həyata baxaraq Hüseyn Cavid, Mikayıl Müşfiq, Əhməd Cavad və s. kimi qəhrəmanları görəndə insanların bədminliyə qapılmamasını məsləhət görür. Çünki belə qəhrəman oğulları olan vətən heç vaxt basılmaz, nə vaxtsa milli azadlıq ideyaları qalib gəlməlidir. Yəni insanların qəhrəmanlığı, şücaəti çox güclüdür. Hüseyn Cavidləri Səməd Vurğun vaxtsız açılmış çiçəklərə bənzədir. Daha doğrusu payızda açılmış çiçəklərə bənzədir. Göstərir ki, adətən çiçəklər yazda açılsa da bunlar o qışın sazağında da açıla bilmişdir. Yəni çiçəyin açılması onların milli azadlıq duyğuları kimi mənalandırılmışdır. Gül açmışdır bağların sarı solğun xəzəli, çadrasını yırtaraq Azərbaycan gözəli ağ buludlar qoynuna sürür təyyarəsini. Mən sevirəm yurdumun qalib gələn səsini. Bu 37-ci ildə insanların milli azadlıq duyğularını belə bir formada ifadə eləmişdir. Sonra şair keçir
səadət düşmənlərinin tənqidinə və adam elə gəlir ki, burada Sovet, daha doğrusu Hüseyn Cavid tənqid olunur. Çünki Səməd Vurğun bunu məharətlə ikili kodlaşma ilə çox gözəl ifadə edə bilmişdi. Sən ey böyük günlərin adına böhtan atan, vətəninə, xalqına xain çıxan şarlatan, gözəllik aşiqiyəm deyən deyil midin sən, ömründə bir yaxşılıq gəlməmişdir əlindən. Adına millətçilər dedi böyük sənətkar. Burada artıq sən sözü səadət düşmənlərinə, yəni Xalq Cümhuriyyətinin Hüseyn Cavidləri güdaca verənlərə aid idisə, burada birdən-birə xarakteri, demirik mi, postmodernizmə qarışır. Birdən-birə adına millətçilər dedi böyük sənətkar. Yəni Hüseyn Cavidin adına millətçilər böyük sənətkar dedi. Bu həqiqətən də. Amma sonraki cümlə artıq yenə səadət düşmənlərinə gedir. Gəlin düz araşdıraq, sənin sənətin mi var? Sən Hamidi gecələr vurub çəlməyə getdin, hərədən bir tük çəkib, köksəyə saqqal etdin. Hamidi vuran adamlar Hüseyn Cavid ola bilməzdi axı. Bu səadət düşmənləri ola bilərdi. Sən Hamidi gecələr vurub çəlməyə getdin, yəni sən Hamidi vurub yoluna döndərdin deməkdir bu. Utanmadın Vaqifin, Füzulinin üzündən, utanmadın Sabirin ay satıram sözündən. Azərbaycan şairi olsa da murdar adın, sultanların, şahların sinisini yaladın. O murdar arzuların torpaqlara gömüldü, sənin yaratdıqların özündən əvvəl öldü. Şahların sinisini yeyənlər, yəni Sovet hökumətinin yaltaqlarına Hüseyn Cavid deyil daha, şahların sinisini yeyənlər həmin səadət düşmənləri idi. Və Səməd Vurğun fikirlərini biraz da pərdələməyə çalışır. Lenin, Stalin adını çəkməklə buna nail olur. Lakin indi fikir verək, görək Lenin adını necə çəkir. Könlüm ilham alır Leninin bayrağından. Bu qardaş dünyasında nə ölüm var, nə də qan. Ölüm sizin əməldir, həyat bizim əməldir. Bizim böyük nəğməmiz böyük beynəlmiləldir. Xalq Cümhuriyyətində beynəlmiçi bəyənilməsi var idi Sovet hökumətində. Ona görə burada söhbət sözü Xalq Cümhuriyyətindən gedir. Leninin bayrağı məsələsinə diqqət yetirək. O 17-ci ildə Lenin Aurora, demək, bolşeviklərin Auroradan atdıqları toplar nəticəsində Nikolay hökuməti süquta uğradı. Bunlar bayraq qaldırdılar. Həmin bayraqdan Xalq Cümhuriyyəti də ilham aldı və müstəqillik yaratdı. Demək, söhbət burada bolşeviklərə yararlanmaqdan yox, Xalq Cümhuriyyətinin yaranmasından gedir. Könül ona görə ilham alıbdır. Qəbirdən baş qaldırıb oynamasın ölülər, bu məşhur bir məsəldir, it hürər, karvan keçər. Bu Hüseyn Cavidin İblis əsərinin sonunda belə artırılmış bir hissədir. Ölülər rəqs ediyor. Hüseyn Cavid Sovet hökumətinin o bədbin ruhda yazılmış əsərlərə düşmən kəsildiyini lağa qoymaq üçün, istehza eləmək üçün belə bir cümlədən istifadə edibdir. Demək ki, ölülərin axırında ölüləri çıxardırlar, səhnədə rəqs edir. Yəni, Sovet hökumətində şənlənmək ölülərin rəqs eləməyindən heç də fərqlənmir. Cəsarət ver bu yurdun torpağında, daşında, partlayacaq bombamız faşistlərin başında. Əmr olsa, paytaxtımız o qızıl Moskvadan, düşmənlərin başına od yağacaq havadan. O vaxt mənim də şeirim bir əskər paltarında, özünün hər zamanki bolşevik vüqarında çapacaqdır atını döyüşlər meydanında. Üzümüz ağ olacaq Stalin yanında. Ölsün bizim zəfərə inanmayan alçaqlar, səadətin bu yerdə yaşamağa haqqı var. Bu parçada Səməd Vurğun xalqın qəhrəmanlığını, faşistlər deyəndə sözsüz ki, Rus faşistləri nəzər tuturdu. Onların başında bombamızın partlamağını deyir. Sonra deyir ki, əmr olsa Moskvadan, düşmənlərin başına od yağacaq havadan. Bugün Qarbaçov dövründə Moskvanın parçalanmağı, daha doğrusu SSR-nin parçalanmağı birbaşa Moskvanın əmri ilə oldu. Yəni Qarbaçovun yenidən qurma məsələsini ortaya qoyaraq SSR-nin dağıtmasıyla əmələ gəldi. Ona görə də bu Səməd Vurğun böyüklüyünü göstərir. Səməd Vurğun həmişə inanırdı ki, Sovet hökuməti parçalanacaq, Azərbaycan müstəqilliyə nail olacaqdır. Burada Stalin adı da çəkilir. Və deyir ki, üzümüz Stalin yanında ağ olacaqdır. Düşmənin yanında bəli, insanların üzü ağ ola bilər. Burada həm istehza var, həm də düşmən yanında üzün ağ olmağı var. Bugün Azərbaycan 44 günlük müharibədə elə şücaətlər göstərdi ki,
Ermənistanın özündə belə həmin o qəhrəmanlardan danışırlar. Öz xalqına nümunə göstərirlər. Elə Qayıbovu göstərək. Alman təyyarələrini bir-bir yerə salan Qayıbovun dəfnində almanlar iştirak edir və onların generallarının əmri ilə yayılım atəş açılır, onun matəmini saxlayırlar. Düşmənlər Qayıbovun matəmini saxlayır. Deməli, bizim üzümüzün ağ olmağı da bununla bağlıdır. Şair bu ideyaları, yəni Azərbaycanın müstəqilliyə qovuşmasını 1945-ci ildə yazdığı İnsan pyesində daha da əsaslandırıb göstərib ki, qalib gələcəkmi cahanda Kamal sualına cavab verir ki, bəli, qalib gələcəkdir. Bunu nail olmaq üçün şahbaz obrazı və kiçik şahbaz obrazı yaradır. Yəni, ata-oğul münasibətləri burada böyük rol oynayır. Nəyə görə ata-oğul? Çünki bu elə bir prosesdir ki, bir nəslin ömrünə, bir insanın ömrünə bu sığmayan bir məsələdir. Bu məsələ ata-oğul məsələsi ilə həll olunmalıydı və bu gün Azərbaycanın müstəqilliyi onu göstərir ki, bəli, Azərbaycan müstəqilliyə nail oldu və ata-oğul münasibətləri, yəni ata-oğul vəhdəti bax bu məsələni son dərəcə gözəl həll elədi. Bu isə şairin uzaq görənindən xəbər verir və diqqətinizə görə də çox sağ olun.